Gülxanımın məsələsini, Rəşadı unutmuşam, Eldənizi unutmuşam. Ancaq yaşlı atalar, analar gəlir. Qocalar evinə yerləşdir deyə məni. Göygöldən gəlib, hə? Gəl görüm, atacan, gəl. Xoş gəlmisən. Necəsən? Necəsən ay mənim gözəl atam? Nə üçün gəlmisən? Mən sizdən xahiş edirəm, məni qocalar evinə, Göygöl rayonundan gəlmişəm, Xəqani kəndindən. Gəl, gəl bura görüm. Niyə gəlmisən? Uşaqlar hardadır ki? Mənim uşaqlar, oğlum yola vermir, gəlinim yola vermir. Onun oğlu da sinəkəbdə məni səhlənib vurmağa. Səni döymək istəyirlər. Onun qızı ölmüşdü. 4 Bəhrəm bəydə avariya, 8 nəfər qırılmışdılar. Getdim ona adına verdim. Pul cəmaət çox gördü, bana balta çəkdi. Niyə bana pulu vermirsən? Bax, o yas pulunu. Nəvəm, yas pulun. Oğlumun oğlu. Yas pulun istədi səndən. Öz anasının. Anası, dədəsi də heç bir şeydir. Bax belə, qalmışam çərsəng. Təksən. İndi mən nə deyirsən, qoyum qocalar evinə. Hə? Qoyum qocalar evinə səni. Qızlarım da mən tərəfərim, dahası kürəkən qoltuğuna mən getmək istəmirəm. Kürəkən nədir, mən onun qoltuğuna gedəm. Gəl, gəl bura, gəl. Gəl, yavaş-yavaş gəl. Yavaş-yavaş gəl. Ay yazıq atalar. Ay yazıq atalar. Ay yazıq atalar. Ay yazıq atalar. Əziyyət çək. Gəl, çıxa bilərsən. Burada çıx otur. Stol, birdən stol əyləş. Deyirəm, oturun. Deyirəm ki, bu qədər əziyyət çəkib uşaq böyüdəsən, axırı da qocalar evinə gedəsən. Mən nağayırım. Baxmandan sonrasına, yola verməndən sonrasına, öz tikdirmişəm zulümlə, fəhləliklə. Ona buna fəhləlik edib, öy tikdirmişəm. Allah, bax bu qıbla haqqı, bax Allah haqqı. İndi məni yola vermirlər. İndi qızlarım da təhliyəkən, mən də kürəkən qoltuğuna getmək istəmirəm. Kürəkənin ləzzətini görmüşəm. Neyniyib? Kürəkən döyüb mü səni? Vurub mu? Niyə? Kürəkən döyüb vurub mu səni? Kürəkən, adam kürəkənə qovanmaz. Öz canım sağ olsun, valla. Kürəkən nədir? Allah sizə də ömür versin. Həmişə belə efirlərdə iştirak edəcəksən. Valla 2 atam oturub burada. 2 gözəl, biri müəllim. Hamı tərifləyir bu kişini. Biri də bu gözəl ata. Gəliblər ki, ay xoş qədəm xanım, bizi qocalar evinə qoydu. Əziyyət çək, övlad böyüd, ev qur, eşik qur, qurduğun evi də ver onlara, get qocalar evinə. Qurduğum evi də sizdən xahiş edirəm. Hökumətə getirsinlər. Vallahi düz deyirəm. Onlara vermirsən. Getirsinlər. Mən ki pisəm, öyüm də pisdir. Sağ ol, qalan ağam sağlam. Kaş atam sağ olaydı. Kaş atam sağ olaydı. Canımı da fəda edərdim. Allah balanı sağlasın, sağ ol. Allah sana ömür versin. Həməşə belə efirlərdə iştirak edəcəksən. Sağlam canın olsun. Hay Allah. Mən ata həsrəti ilə yanıram. İnsanlar da atalarının qədrini bilmir. Nə qədər naşükürlük var. Mən atamı iyun ayında itirdim. Allah rəhmət eləsin. Anamı da itirdim. Allah rəhmət eləsin. Biz zaman için burada duracağız. İnşallah göndereceğim yaşlılar evine. İnşallah. Allah köməyindadır. Sen de burada durdukça arkası gelir. Tez yola salım ki. Tez yola salım ki.